İqtisadi zonadasız, hörmətli tamaşaçılar, 2025-ci il ölkəmizdə aqrar sığorta sahəsinə maraq kifayət qədər artıb. Bunu ötən il ərzində fermerlərə edilən sığorta ödənişlərinin həcmi də göstərib. Artıq ötən ilin rəqəmləri məlumdur. Fermerlərə nə qədər ödəniş edilib, əsasən hansı sahələrə ziyan dəyib ötən il və aqrar sığorta ilə bağlı daha hansı yeniliklər gözlənilir bundan sonra. Kənd təsərrüfatı ilə məşğul olanları maraqlandıran bütün suallarımızı Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanova ünvanlayacaq. Axşamınız xeyirli olsun. Roman müəllim, xoş gəlmisiniz. Roman müəllim, biz artıq qeyd etdik ki, aqrar sığorta sahəsində həm maraq kifayət qədər çox olub, həm də ki, ödənişlərin sayı da kifayət qədər çox olub. İstəyirik bununla bağlı rəqəmləri özünüz açıqlayasınız və ötən il bu rəqəmlərə əsasən dəyərləndirməli olsaq, ötən il aqrar sığorta sahəsi üçün ili ümumilikdə necə dəyərləndirmək olar? Aqrar sahə il-ildən artır. Aqrar sahədə yeni bizneslər qurulur. İşğaldan azad olmuş ərazilərimizdə kənd təsərrüfatı sürətlə inkişaf etməyə başlayıbdır və biz əsas vəzifəmiz olaraq aqrar sahədə fəaliyyət göstərən sahibkarlarımızı, fermerlərimizi sığortalamaqla onların dayanıqlı bizneslərini qorumaq kimi vacib vəzifəmiz bizə həvalə olunur. Qeyri-stabil iqlim şəraiti ona gətirir ki, aqrar sahəyə xüsusi təsir olur. Təkcə ötən il 9,2 milyon biz ödəniş vermişik. Bunun 8,8-i 2025-ci ilə aiddirsə, qalanı 400 mini 2024-cü ildən keçən zərərlərin ödənişlərinə yönəldilmişdir. Biz çox böyük ödənişlər elədik. Misal üçün, Xaçmazda 700 mindən artıq, Tərtər zonasında 300 mindən artıq bir təsərrüfata ödənişlər həyata keçirdik. Yəni ki, orada dəymiş zərərlərin nəticəsi olaraq. Onlar kifayət qədər böyük təsərrüfatlardır. Təxminən orada mövsüm üzrə 150-200 adam işləyir. Roman müəllim, bax, qeyd etdiyiniz rəqəmləri və ümumilikdə hadisələrin təhlili hansı mənzərəni ötən il üçün ortaya qoyulmuş olur? Hansı sahədə sığorta hadisəsi ötən il çox idi və istər bunu həm əkinçilik baxımından qiymətləndirsək, həm də heyvandarlıq sahəsinə nəzər salsaq, nəticə mənzərə nəyi ortaya qoyur? Əsas zərər dəyən sahələr bizdə taxıl bitkiləri, yəni ki, arpa, buğda üzrə ikinci yerdə pambıq sahələri və biz ötən ildən etibarən sığortaladığımız meyvə bağlarına olan dəyən zərərlərdən söhbət gedir. Təxminən dəymiş zərərlərin taxıl sahələrinə, dəymiş zərərlərin 61%-i bu dolu hadisəsinə təsadüf edir. İkinci yerdə sel su basma və fırtına kimi hadisələr baş verir. Qeyd etdiyim kimi, meyvə bağlarının da sığortalanması genişləndikcə, burada da hadisələrin sayı çoxalır. Əsasən də orada baş verən hadisələr, dediyim dolu zərərinə yanaşı, şaxta vurma kimi hadisələr baş verir. Əsasən də şaxta vurma bizdə meyvəçiliyə, ölkəmizdə meyvəçiliyə olan maraq və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış stimul nəticəsində böyük, yəni subsidiyalar ayrılmasına böyük bizdə bağ sahələri salınır. Əsasən tinklərə dəyən zərərlərdir. Nə qədər ki, ağaca və yaxud da ağacın üstündəki məhsula deyil, tinklərə dəyən zərərlər. Eyni zamanda şaxta vurma və sel su basma bizim ən böyük kənd təsərrüfatı regionlarımızdan olan Xaçmaz rayonunda orada şaxta vurma və sel su basma hadisəsi baş vermişdir. Eyni zamanda dolu hadisəsi bizdə azad edilmiş ərazilərimizdə biz böyük ödənişlər etməli olmuşuq. Təbiət hadisəsi elə ki, ondan həqiqətən, yəni öncədən bilmək və ondan sığortalanmaq da vacibdir. Amma hazırda bugün üçün fermerlərimiz hansı təsərrüfat sahələri ilə bağlı sığortaya müraciət edə bilərlər? Nəzərə alsaq ki, qış mövsümüdür. Bu mövsüm hansı sığorta hadisəsinə müraciət etmək üçün aktualdır? Sığorta hal-hazırda, yəni ki, biz heyvandarlıq il boyudur.
O ki qaldı bitkiçiliyə, indi hal-hazırda sezon olaraq arpa buğda sığortalanması dövrü başlayır. Fermerimiz müraciət edib öz meyvə bağlarını da indi sığortalatdıra bilər. Yəni ki, şaxta vurma aktualdır. Bəli. Yəni ki, bu hal ola bilər. Digər bir hal isə sel su basma hadisələri, yəni ki, ondan da sığortalatdıra bilər. Daha hansı risklərin, hadisələrin sığortanın əhatə dairəsinə əlavə edilməsi gözlənilir? Xüsusilə əkinçilikdə insanlar quraqlıqdan əziyyət çəkirlər, şikayətlənirlər və bu daha çox taxılçılıq sahəsində baş vermişdi. Nə gözlənilir növbəti illər üçün? Biz bunun üzərində işləyirik. Daha çox məlumat bazası əldə etmək kimi bizim gərək zaman keçdikcə təcrübəmiz olsun. Bizim sığorta modelimiz Türkiyənin Tarsim modeli üzərində qurulmuşdur. Bu dünyada ən uğurlu sığorta modellərindən biri sayılır. Türkiyədə hələ bunlar təzə-təzə başlayıblar o quraqlıq ətrafında, yəni ki, iş görməyə. Ancaq ümumiyyətcə belə quraqlıq deyə dünyanın çox az sayılan ölkələrində belə bir təcrübə mövcuddur. Bəli. Biz də ki, indi nisbətən yeni təşkilatıq. Cəmi 5 yaşımız var. İnşallah biz bunun üzərində işləyirik. Qarşımızda qoyduğumuz yaxın hədəflərimiz quşçuluqdur. Quşçuluq təsərrüfatlarının sığortalanmasıdır və arıçılıq. Bununla bağlı biz artıq təkliflərimizi Nazirliyə təqdim etmişik. Əlaqəli nazirliklərə də bu təqdim olunubdur. Yaxın zamanlarda bunun da bir cavabı olacaqdır. Yəni ki, bu təsərrüfatlar da sığortaya cəlb olunacaq. Daxil olacaqdır. Aydındır Roman müəllim, misal üçün sığortalı fermer hadisə baş verəndə mərhələli qaydada hansı addımları atmalıdır? Bunu izah edə bilərik və sığortalı olub ödənişi ala bilməmək hadisəsi də halı da baş verirmi və bu hansı halda baş verə bilər? Başlayaq birincisi elə sığortalanma mexanizmindən. Çox sadə 4 rəqəm yığırsınız. 1651. 10 gün ərzində bizim ekspertlər, müstəqil ekspertlər, biz onlara müraciət edirik. Onlar sahəyə çıxırlar. Sahədə müəyyən edirlər ki, zərər dəyib ya dəyməyib, sığorta təminatına daxil zərərlərdirmi, yaxud ondan xaricdirmi. Misal üçün, xəstəlik ola bilər. Elə xəstəliklər var, hansı ki, biz aqreqat limiti çərçivəsində qarşılayırıq. Elə xəstəliklər var ki, fermerin aqrotexniki qulluğun düzgün aparılmaması səbəbindən baş veribsə, biz burada yəni ki, ödənişdən imtina veririk. Bəli. Misal üçün, bizdə ən çox o imtinaların baş verdiyi yer pambıq sahələridir. O da ki, fermerlərimiz aqrotexniki qulluğu düzgün yerinə yetirmirlər və dərmanlama kimi işləri yerinə yetirmirlər. Bu halda təbii biz imtina veririk. Fermer bizim verdiyimiz qərarla, yəni imtina qərarına narazıdırsa, o fondun apellyasiya şurası deyilən belə bir şura var, ora müraciət edə bilər. Sığorta hadisəsi baş verəndən sonra fermer ilk 10 gün ərzində müraciət etməlidir ki, gecikmə halı olmasın. Bəli, bitkiçilik üzrə 10 gün ərzində müraciət etməlidir, heyvandarlıq üzrə həmin gün. Çünki heyvandarlıqda... Hətta həmin gün. Misal, bir illərin biz təkcə heyvandarlıq üzrə 400 minə yaxında ödəniş eləmişik bu heyvanların tələf olmasından bağlı. Amma həmin gün hadisə baş verib və fermer özünü itirib çaşqınlıq içindədir, müraciət etməyibsə, bu növbəti gündə nəzərə alınmır yəqin ki. Yox, fermerlər belədir ki, heyvan ölümünə bir, nə bilim, adi hal deyil. Bəli. Həmin dəqiqə müraciət etməlidir. Cinayət hadisəsi kimi müraciət edirlər həmin dəqiqə. Çox minnətdarıq. Təşəkkür edirik. Sizə sağ olasın. Hörmətli tamaşaçılar, İqtisadi Zona davam edir.